Çar Rusiyası dağılıb, sonra müstəqil dövlətlər quruldu, ardınca Sovet İttifaqı yaradıldı. Onda da ilk hədəf Ukraynadır. Bu gün də yenə hədəf Ukraynadır. Və Vladimir Putinin ritorikasının sərtləşməsi və bu danışıqların da artıq geri plana itilməsi onu göstərir ki, əvvəlcədən də Donald Trump hakimiyyətə ikinci dəfə başladığı dönəmdən ümid edirdi ki, Rusiyanı və Ukraynanı bir masa ətrafına gətirəcək, bir gün ərzində savaş bitəcək. O zamandan da buna biz şübhə ilə yanaşırdıq və bunun mümkün olmayacağını deyirdik və zamanla bunu Amerika Birləşmiş Ştatlarının administrasiyası da qəbul etdi və son dönəmlər, xüsusilə də Alyaska görüşündən sonra biz görürük ki, Rusiyanın davranışlarında agresivlik daha da artır. Və bu agresivlik onunla həm də bağlıdır ki, Rusiya ona qarşı olan təzyiqlər nəticəsində müəyyən qədər zəiflik və etiraf olunmalıdır. Avropa dövlətləri böyük ölçüdə Rusiya enerji daşıyıcılarının almaqdan imtina ediblər. Rusiya sanksiyalar tətbiq olunur. Rusiya iqtisadiyyatında geriləmələri var. İnflyasiyanın gələn ilin əvvəlində 14%-ə qədər yüksələcəyi ilə bağlı gözləntilər var. Yəni bunlar hamısı problemlərdir. Doğrudur, Rusiyanın bu savaşı maliyyələşdirmək üçün imkanları tükənməyib. Həm ona sanksiya tətbiq edən tərəflər hələ də onun müəyyən enerji resurslarını almaqdadılar. Eyni zamanda Rusiya özünün enerji resurslarını alternativ kanallar vasitəsilə satır. Hindistan, Çin və digər ölkələrə bu resurslar gedir ki, oradan da Rusiya ciddi şəkildə maliyyə vəsaitləri daxil olur. Bu da savaşın davam etdirilməsində imkan yaradır. Amma bütün bunlar Rusiyanın əlbəttə ki, potensialı Ukraynadan dəfələrlə çox uzadı. Bütün baxımlardan, həm hərbi baxımdan, həm iqtisadi baxımdan, həm əhali say baxımından və s. Amma Rusiya artıq 4 ildir hədəflərinə çata bilmir. İlk dönəmdə 3-4 günlük işğal olunmalı olan Ukrayna maksimum bir həftə artıq 4 ilə yaxın işğal edilə bilmir tam şəkildə. Doğrudur, Ukrayna ərazilərinin 20%-dən biraz artığı işğaldadır. Amma son bir ilin nəticələrinə baxdığımızda son bir ildə işğal olunan ərazilərin demək faizlə nisbəti 1%-ə yaxındır. Yəni bu Ukraynanın da müqavimət gücünün hələ qaldığını göstəricidir. Eyni zamanda nəzər almaq lazımdır ki, bu savaşın bitməsini istəməyənlər də var. Və Putin əslində Ukrayna ilə masaya, Trumpla masaya o halda oturmağı düşünür ki, Ukraynanı dağıtsın, onu təslim etmək ərəfəsində olsun və kapitulyasiya aktını ona təslimçi akt imzalatdırsın. Öz tələblərini qəbul etsin. Bu tələblər də bəllidir. Tələblər nədən ibarətdir? Krımın ümumiyyətlə işğalına Rusiya deyir ki, bu barədə müzakirə aparıla bilməz. Rusiyanın indi tutduğu Donbas ərazisinin hamısı və tutmadığı, hələ işğalı altına almadığı o 4 vilayətin Lugansk, Donetsk, Zaporojye və Xersonun da Rusiyanın işğal etmədiyi hissələrində Rusiya verilməklə savaş bitsin. Təbii ki, Ukrayna bunu qəbul etmir. Amerika Birləşmiş Ştatları da bir müddət, belə deyək, müəyyən tərəddüdlərlə Rusiyanın bu tələblərini səsləndirib, onu müdafiə edər bir davranış sərgiləyirdi. Amma son telefon danışığından sonra Donald Trump'ın mövqeyində müəyyən aydınlaşma oldu. Alyaska görüşündə xatırlayırsa, həm Ukraynada, ümumiyyətlə Avropada, dünyada müəyyən bir narahatlıq vardı ki, artıq Donald Trump Putinlə razılaşıb və Ukraynanın taleyi həll olunub. O zaman Zelenski ilə bir yerdə Avropa liderləri, o cümlədən NATO və Avropa İttifaqının rəhbərləri Vaşinqtona səfər etdilər, orada müəyyən danışıqlar aparıldı və ardınca Putin elə Alyaska danışıqlarından sonra qeyd elədiyimiz kimi, xüsusilə də Ukraynanın şəhərlərinin onun enerji infrastrukturunu, yaşayış məskənlərini, evləri, uşaq bağçalarını hədəf alıb ki, bu da ciddi etirazlara gətirib çıxardı. Son telefon danışığı isə ona gətirib ki, Putinlə Trump görüş haqqında razılaşma əldə etdilər ki, bu Budapeştdə olsun. Amma sonradan
o ehtimallar da o zaman əslində diqqətli ekspertlər tərəfindən müəyyən ehtiyatla yanaşılırdı buna ki, yəni qısa müddət ərzində xüsusi bir dəyişiklik yox, hansısa bir razılaşmalar yox. Yəni bu razılaşmaların olmadığı şəraitdə liderlərin görüşməsinin də bir anlamı yox. Yəni Amerika Birləşmiş Ştatlarının təklifi nə idi? Təklif eləyirdi ki, hal-hazırda tərəflər dayandıqları yerdə təmas xətti, hansı təmas xətti var, cəbhə xəttidir. Burada dayanırlar və münaqişə dayandırılır, atəşkəs əldə olunur və sülh danışıqları başlanır, proses davam edir. Rusiya bunu istəmir. Ukrayna prinsipcə buna razıdır. Avropa liderləri də bunu dəstəkləyirlər, NATO, Avropa İttifaqı da. Əslində Ukrayna üçün məqbul olan da hesab edilən ki, bu anda budur. Yəni, hal-hazırda atəşkəsə gedilir, Ukrayna da özünü toparlayır. Yəni, həm iqtisadi baxımdan, siyasi baxımdan ölkəni tərk etmiş insanların geri qayıtması ilə bax, o çatışma, insan resurslarının çatışmamazlığını kompensasiya edə bilir və proses ona gedir ki, bu atəşkəs uzun müddətli olur və tərəflər, xüsusilə də Ukrayna bu dövrdən səmərəli şəkildə istifadə etməyə çalışır. Putin bunu bildiyinə görə, ona görə də məsələni bəribaşdan həll etmək istəyir və tələb qoyur ki, Ukrayna Rusiyanın irəli sürdüyü tələbləri qəbul etməlidir və bu ərazilərin Rusiya məxsus olduğunu qəbul etməlidir. Ona görə ziddiyyət buradadır. Ukrayna tərəfi də bunu qəbul etmir. Rusiya da Trump'ın təklifindən yaşıl işıq yandırmır. Ona görə də Ukraynanı diz çöktürmək üçün qeyd elədiyimiz kimi həm enerji sektoru hədəfə alınıb, eyni zamanda dinc əhalidə hədəfə alınmaqla, necə deyirlər, Ukrayna cəmiyyətinin gözünü qorxutmağa çalışır və təslim etməyə çalışır. Amma bu mümkün olacaqmı? Düşünmürəm. Nəzərə alsaq ki, Avropa ölkələri də hal-hazırda Ukraynanı dəstəkləməyə qərarlıdırlar və bu dəstək həm də onların özünün təhlükəsizliyi təminatı məsələsidir. Nəzərə alsaq ki, bir neçə gün öncə Polşanın baş nəziri Tusk bildirdi ki, Ukrayna hələ Rusiya ilə 2-3 ildə döyüşməyə hazırdır. Demək onda bu prosesin nə qədər uzun sürəcəyi ilə bağlı və tərəflərin mövqeləri ilə bağlı müəyyən bir təsəvvür yaradır. Digər tərəfdən, Ukrayna-Rusiya savaşında da bax, bu aqressivlik dediyimiz kimi Rusiyanın Ukraynanı özünün istədiyi şərtlərlə masaya oturdurmaq cəhdləridir. Buna nail olacaqmı? Açıqcası şübhə edirəm. Çünki Ukraynada əks hücumlar həyata keçirilir. Xüsusilə də Rusiyanın enerji sektoru, neft emalı zavodları hədəfə alınır. Demək, hava limanları, hərbi hava limanlarına söhbət gedir. Onlar hədəfə alınır. Vacib strateji hədəflər vurulur. Yəni, hərbi sənaye kompleksinə daxil olan zavodlar, fabriklər, istehsal sahələri vurulur. Lojistik və nəqliyyat imkanlarına zərbələr vurulur ki, bunlar çox vacibdir. Ukraynanın Rusiya ilə fərqi ondan ibarət ki, Ukrayna bu savaşı da beynəlxalq konvensiyalara uyğun aparır. Necə ki, Azərbaycan Ermənistanla 42-ci savaşda beynəlxalq konvensiyaya uyğun savaş apardı, mülki obyektlər vurulmadı. Ukrayna da bugün eynisinidir. Rusiya isə tamamilə fərqlidir, ənənəvi olaraq dinc əhalinin mülki obyektləri hədəf almaqla çəkirlər.